Son 5 ildə vətəndaşlara 550 mindən çox sosial xidmət göstərilib. Bu barədə Sosial Xidmətlər Agentliyinin mətbuat konfransında açıqlamalar verilib. Vətəndaşların sosial rifahının yüksəldilməsi üçün davamlı işlərin görüldüyü də qeyd olunub. Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişləndirilib. Bunu Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri Vüqar Bəhbudov mətbuat konfransında dedi. O, postmüharibə dövründə bu kateqoriyalardan olan vətəndaşlara 6800, ümumilikdə isə ötən dövrdə 16 minədək mənzilin verildiyini qeyd etdi. Həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 567, ümumilikdə isə ötən dövrdə 7800 avtomobil təqdim olunub. Bundan başqa Vüqar Bəhbudov bildirdi ki, dövlət himayəsində olan uşaqların ailə tipli kiçik qrup evi modelinə inteqrasiyası nəzərdə tutulur. Onun sözlərinə görə uşaqların müəssisə əsaslı xidmətdən ailə əsaslı xidmətə yönəldilməsi məqsədi ilə işlərə başlanıb. Son 5 ildə valideynlərini itirən, valideyn himayəsindən məhrum olan 283 nəfərə ev verilib. Bununla yanaşı 2 ildə 300-dən çox şagirdin dərsə davamiyyəti bərpa olunub. 2025-ci il ərzində 220, 2026-cı ildə 240 valideyn himayəsindən məhrum olmuş uşağın müəssisələrdən ailə himayəsinə qaytarılması nəzərdə tutulub. Eyni zamanda bu il 200, növbəti il isə 220 uşağın müəssisəyə düşməsinin qarşısı alınması istiqamətlərində işlər aparılır. Bu məqsədlə valideyn himayəsindən məhrum olmuş 40 uşağın 2026-cı ildə 50 uşağın himayədar ailəyə verilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda 2025-ci ildə 165, 2026-cı ildə isə daha 160 uşağın övladlığa verilməsi planlaşdırılır. Agentliyin idarə heyətinin sədri penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən və probasiya nəzarəti tətbiq edilən çətin həyat şəraitinə düşmə riski olan şəxslərin sosial mühitə adaptasiyası ilə bağlı həyata keçirilən tədbirləri də diqqətə çatdırıb. Bildirdi ki, 2023-2025-ci illərdə cəzasının bitməsinə 3 ay qalmış 844 nəfərə sosial adaptasiya tədbirlər görülüb. Son 5 ildə reportasiya çərçivəsində 556 nəfərlə iş aparılıb. Vətəndaşların sosial rifahının yüksəldilməsi üçün davamlı işlərin həyata keçirildiyini deyən Vüqar Bəhbudov vurğuladı ki, son 5 ildə vətəndaşlara 550 mindən çox müxtəlif sosial xidmətlər göstərilib. 21 sosial xidmət müəssisəsində həssas əhali qruplarından olan sosial şəxslərə sosial məişət xidməti, həmçinin sosial psixoloji, tibbi sosial və sosial pedaqoji, sosial hüquqi xidmətlər göstərilmişdir. Əlilliyi olan şəxslərin peşə əmək reabilitasiya mərkəzində 2442 xidmət, 18 yaşınadək 50 müəyyən edilmiş şəxslər üçün 2 müəssisəmizdə 2207 xidmət, Paralimp İdman kompleksimizdə 2221, həssas əhali qrupuna olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsində 4 şöbəsi tərəfindən isə 1350 xidmət göstərilmişdir. Agentliyin gələcək istiqamətlərindən də söz açıldı. Qeyd olundu ki, yaxın günlərdə Respublikanın 5 şəhər və rayonunda ahıllar üçün gün ərzi qayğı mərkəzləri fəaliyyətə başlayıb. Həmçinin növbəti aydan 50 müəyyən edilmiş uşaqlar üçün 20-yə yaxın sosial reabilitasiya xidmətlərinin göstərilməsi üçün də mərkəzlərin fəaliyyətə başlayacağı vurğulandı.